Bəs düşünmürsünüzmü ki, valideynlərdə bu şəkildə bir asılılıq mı və yaxud da ki, həm də bir tənbəllik mi yarada bilər? Yəni, insanlar fikirləşəcəklər ki, dövlət mənə uşaq pulu verir, mən artıq işləməyim. Günay bacım, deputatımız, Azərbaycan qızı, çox təmkinlə danışmağa çalışacağım. Birincisi, sizin adınızın üzərində millət vəkili deyilən bir status var. Yəni, bu da onu göstərir ki, siz əslində millətin problemlərini işlandırmalısınız. Bu bir. İkincisi, gözəl bacım, 5-3 qotur adama görə bütün xalqı tənbəllikdə ittiham eləmək olmaz. Bəli, ailələr var ki, çox uşaq dünyaya gətirirlər ki, dövlətdən pul alsın. Amma bu barmaqla sayılacaq qədərdir. Azərbaycan xalqı qədər yer üzündə işləyən, çalışan, bir-birindən dolanan ikinci bir xalq yoxdur. Bütün xalqı tənbəllikdə ittiham eləmək bunun özü böyük bir qüsurdur. Gözəl bacım. Üçüncüsü, hər kəs sənin kimi, sizin kimi rahat ailələrdə doğulmur. Biz hansı ailələrdə doğulmuşuqsa onun günahkarı biz deyilik. Mən zülmlə, zillətlə böyümüşəm. Allah Fəzal Ağamalının ruhunu şad eləsin. Siz rahat bir evdə böyümüşsünüz. Əminəm ki, siz heç vaxt yoxdur sözü eşitməmişsiniz. Amma gəlin mən sizə o qədər, nə qədər istəsəniz, imkansız bacılar göstərim, başsız bacılar göstərim. Bir qarnı tavuk, bir qarnı ac övladlar göstərim. Əgər bu millət dövlətin verdiyi 100 manatla quduracaqsa, mən nə deyim? İnsanlar sizdən böyük bir şey istəmir. 100 manat bəlkə də, hər uşaq başına. Verməyin, istəmirik də. Amma çıxıb insanların hissiyatıyla oynamayın, gözəl bacım. Oynamayın. Milləti barmağınıza sarmayın. Yenə deyirəm, hər kəs Fəzal Ağamalının evində doğulmur. Bunu anlayırsınız siz. Milletin çoxu yoxluqlarla gəlmiş insanlardır. Nə tənbəllik ya? 100 manatla tənbəllik mi olur? Mənim başqa deyəcək bir sözüm yoxdur. Vallahi yoxdur, billah yoxdur. Ha istəyirəm fikir bildirməyəm, amma bu bir Milli Məclisin deputatının danışacağı bir cümlə deyil. Sevməyin bizləri. Heç olmasa bunu deməyin. Sevməyinizi qoyun kənara. Danışmayın belə şeyləri. İnsanların hissiyatıyla oynamayın ya. Gözəl bacım, eləmə bunu. Mən salyanan ailə qurmuşam. Eləmə bunu.